Deməli belə, mollyusklar tipini izah eləmək istəyirəm. Yazırıq mollyusklar tipi. Mollyusklar tipi təbii ki, onurğasız heyvanlara da aiddir. Mollyusklar tipi haqqında xarakterik xüsusiyyətlər hansılardır? Mollyusklar tipinin xarakterik xüsusiyyətləri əsasən belə deyək, bunların əksəriyyətinin çanağı var. Kirət çanaqdan ibarətdir. Əksəriyyətinin çanağı var deyirik. Niyə əksəriyyətinin? Çünki çılpaq ilbizdə çanaq yoxdur məsələn. Sonra baş ayaqlarda çanaq yoxdur. Bax buna görə. Davam eləyək. Bir də bunlarda çanağın alt hissəsində, çanağın altında nə var? Çanağın altında manti büküşü deyilən dəri var. Manti büküşü. Bunu unutmaq olmaz. Xarakterik xüsusiyyət. Manti büküşü ilə bədən arasında isə manti boşluğu var. Bax, bu da xarakterik xüsusiyyətdir. Sonra mollyusklar tipinin 3 sinfi var. Gəlin onlar haqqında danışaq. Bunlar hansı siniflərdir? Bu siniflər qarın ayaqlılar, sinfi, iki taylılar, sinfi və baş ayaqlılar sinfi. Gəlin bunların hər sinifə daxil olan nümayəndələr haqqında məlumat verək. Yəni nümayəndələrini yazaq. Görək gələm hansı nümayəndələr var. Qarın ayaqlıların bildiyimiz nümayəndəsi əsas ilbizdir. Sonra tənək ilbizidir. Çılpaq ilbizdir. Sonra makaralı ilbizdir. İki tayların nümayəndələrinə isə bizim həmişə öyrəndiyimiz anadontadır. Sonra sədəf ilbizidir. Hansı ki bu sədəf ilbizi elə mirvari ilbizidir. Sədəf ilbizi. Sonra midiyadır. Stridiyadır. Və gəmi qurdudur. Bunların içərisində midiya və stridiya insanlar tərəfindən ovlanılaraq yeyilir. Gəldik baş ayaqlılar sinifinə. Baş ayaqlılar sinifinin nümayəndələri deməli kalmardır və osminoqdur. Osminoqun başqa adı 8 ayaqdır. Qısa yazıram. 8 ayaq. Yazmışkən elə burada bir şey yazaq. Deməli, kalmarın 10 qolcuğu var. Bunların ikisi uzun, 8'i qısa olur. Bax, bunlar siniflər haqqında məlumatlardır. Amma bunun artıq digər orqanlar haqqında da məlumat vermək lazımdır.
Mən nə edəcəm? Deməli, qarnayaqlardan ilbiz, iki taylılardan anadonta, baş ayaqlardan da kalmar haqqında danışmaqla bunların bir-birindən fərqini qeyd edəcəm. Keçək, danışaq onlar haqqında. Görək nə var, nə yox. Birinci yazıram ilbiz. Bu olsun belə. İkinci yazaq anadonta. Üçüncüyə də yazaq kalmar. İndi bunları müqayisəli şəkildə yazmaq lazımdır. Fərqləri görək. Bunlar bir-birindən nəyinə görə fərqlənirlər. Görək, yaza biləcəkmi? Baxaq. Birinci, təbii ki, bunların bədən quruluşu haqqında məlumat vermək lazımdır. Görək, bunların bədən quruluşları necədir? 1. İlbizin bədəni nələrdən təşkil olunub? Deməli, bunun spiral şəklində burulmuş çanağı var. Bu 1. Sonra ilbizin bədəni 3 hissədən ibarətdir. Bədən 3 hissədən ibarətdir. Bu hissələr hansılardır? Deyəcəyik, baş, gövdə və bir ayaq. Bir ayaq. Fikir verin, bədən 3 hissədən ibarətdir. Baş, gövdə və bir ayaqdan təşkil olunmuşdur. Başda təbii ki 2 lamisə çıxıntısı var və 2 gözü var. Bu belə. Gəlin anadonta haqqında danışaq. Bəs anadontanın bədəni hansı hissələrdən təşkil olunmuşdur? Bunun bədəni, çanağı haqqında danışım, 2 taylı çanağı var. Sonra bədən özü amma 3 hissə deyil, bədən 2 hissədən ibarətdir. Bunlar hansıdır? Deyəcəksən, gövdə və bir ayaqdan ibarətdir. Gövdə və bir ayaq. Bunlarda baş yoxdur. Baş yoxdursa təbii ki göz də yoxdur, lamisə çıxıntıları da yoxdur. Bəs kalmarın bədəni hansı hissələrdən ibarətdir? İndi bunun haqqında danışaq. Kalmarın bədəni, bunda da bədən 2 hissədən, yeri gəlmişkən bunlarda çanaq yoxdur. Bədən 2 hissədən ibarətdir. Bədən 2 hissədən ibarətdir. Bəs hansı hissədir? Deyəcəyik, baş və gövdə. Bunlarda ayaq yoxdur. Fikir verin, biz sinifin adını deyəndə deyirdik baş ayaqlılar. Bunların baş hissəsində qolcuqlar var, ayağı xatırlatdığı üçün baş ayaqlılar deyilir. Bunlarda həmçinin 2 inkişaf etmiş göz var. Özdə necə göz inkişaf etmiş, ona görə ona nə deyirik? Mürəkkəb gözləri var. Bunlar oldu, ümumi bədən quruluşu. Keçək növbəti hissələrinə. Məsəl üçün tənəffüs sistemi. Gəlin baxaq. İlbizin tənəffüs sistemi necədir? Deyəcəyik, bunların tənəffüs sistemi ağciyərlədir. Əgər ağciyərlə tənəffüs eləyirsə, deməli bunların tənəffüsü atmosfer havası ilə gedir. İlbizin həmçinin atmosfer havasını almaq üçün tənəffüs dəliyi də var. Tənəffüs dəliyi var.
ağziyərlərini xaricə çıxarmaq qabiliyyətinə malikdirlər. Sonra anadontada 2. Bəs bunların tənəffüsü necə baş verir? Deyəcəksiniz, bunların tənəffüsü qəlsəmə ilə baş verir. Qəlsəmə ilə baş verdiyi üçün deməli bunlarda tənəffüs sistemi ilə həzm sistemi əlaqəlidir. Əlaqəlidir. Bunu da yazdıq. Keçirik kalmarın tənəffüs sisteminə. Kalmarın da tənəffüs sistemi anadontada olduğu kimi qəlsəmə ilə baş verir. Bunu da qeyd elədik. Keçək digər sistemlərinə, qandamar sisteminə. Qandamar sistemi 3. Qandamar sistemi açıq olur. Yazırıq, qandamar sistemi açıqdır. Bunun ürəyi 2 kameralıdır. 1 qulaqcıq plus 1 mədəcikdən təşkil olunub. Ürəyində hansı qan olur? Deyəcəksiniz, ürəkdə arterial qan olur. Yəni təmiz qan olur. Sonra keçirik anadonta üçün qandamar sistemi deməyə. Təbii ki, bunlarda da qandamar sistemi açıqdır. Qandamar sistemi açıqdır, amma fərq nədədir? Bunların ürəyi 2 kameralı deyil, 3 kameralıdır. Yəni 2 qulaqcıq plus 1 mədəcikdən təşkil olunmuşdur. Yenə də ürəkdə arterial qan olur. Bunu da qeyd etdik. Kalmarın qandamar sistemi, uşaqlar, burada diqqətli olmaq lazımdır. Kalmarın qandamar sistemi, kalmar demək baş ayaqların qandamar sistemi, kalmar misalında qapalıdır. Bu da belə. Bunların da ürəyi anadontada olduğu üçün 3 kameralıdır. Deyəcəyik 2 qulaqcıq plus 1 mədəcik. Mədəciyin sayı qulaqcığın sayından ümumiyyətlə çox ola bilməz. Və ürəkdə arterial qan olur. Arterial qan olur. Bu da belə. Keçək növbəti. Növbəti sistem, deyək, ifrazat sistemindən biraz danışaq. İfrazat sistemi göl ilbizi bir böyrək. Qoy onu yazım, rahat yazım. Deməli, yazırıq ifrazat sistemi. Bir böyrək. Anadontada 2 böyrək. Kalmarda da deyəcəyik 2 böyrəkdən təşkil olunmuşdur. Bu belə. Bu börəklərin də bir ucu manti boşluğuna belə yaza bilərəm. Böreğin bir ucu manti boşluğuna, diğer ucu ürək ətrafı kisəyə açılır. Ürək ətrafı kisəyə açılır.
Belə. Bu da oldu bunların ifrazat sistemi. Keçək növbəti sistemlərdən birini yazaq. Məsəl üçün sinir sistemi. Sinir sistemi göl ilbizində necədir? 5. Ümumiyyətlə belə deyək də, bunlarda sinir sistemi demək olar əksəriyyətində eynidir. Sinir sistemi yazırıq. Sinir sistemi belədir. Sinir düyünləri, düyünlər və onlardan çıxan sinirlərdən ibarətdir. Bu həmçinin anadontada da eynisi yazıram, eynisi. Kalmarda isə sinir düyünləri nisbətən inkişaf edib yazıram burada. Sinir düyünləri inkişaf edib. Çox qəşəng yazdım elə bil burada. Sinir düyünləri inkişaf edib. İnkişaf edib nisbətən dırnaq içində yazıram. Beyin, həqiqi beyin deyil, inkişaf etmiş. Yəni sinir düyünü inkişaf etmişsə beyin əmələ gəlib. Bu da oldu bunların sinir sistemi. Keçək bunların cinsiyyət sistemi haqqında da məlumat verək. Birincisi, həzm sistemindən də bir şey deyim. Bunlarda həzm sistemi necədir? 6-cı. Həzm sistemi ağız, udlaq, qida borusu, mədə, bağırsaq, yəni bunları deyirəm. Bunlar onsuz da belə deyək də ümumi olaraq eynidir. Fərqli olan nə var? Fərqli olan odur ki, ilbizin ağzında dişcikli dil var. Dişcikli dil var. Yəni bunun vasitəsilə dişcikli dil vasitəsilə qaşovluyur. Belə bir şey var. Didanı qaşovluyur. Sonra anadontada isə təbii ki bayaq dediyim kimi həzm sistemi ilə tənəffüs sistemi bir-birlə əlaqəlidir. Həzm sistemi ilə yazırıq. Bir də yazaq onu. Tənəffüs sistemi əlaqəlidir. Amma kalmar üçün bir şey deyəcəm. Kalmarda belə bir şey var ki, deyir ki, bunlarda quş dimdiyinə bənzər. Quş dimdiyinə bənzər. Çənələr olur. Yəni bunları yazıram ki, bunlar kod sözlərdir də. Yəni görən kimi həmən qeyd eləyəsiniz. Keçək cinsiyyət sistemi haqqında da məlumat verim. Görək cinsiyyət sistemində nə var? 7-ci. Cinsiyyət sistemi belədir ki, ilbiz hermafroditdir. Hermafroditdir. Mayalamış yumurtalar selik topaları şəklində qoyulur. Və bunların yumurtasından cavan ilbizlər çıxır. Bunların yumurtasından cavan ilbizlər çıxır. Gəlin indi anadontaya baxaq. Deməli uşaqlar, anadontada isə ayrı cinslidir.
yazaq. Cinslidir. Burada belə bir şey var ki, fərqlilik var nədə? Anadontada bunların yumurtalarından sürfə çıxır. Və bunların sürfəsi balığın dərisində parazitlik edir. Balığın dərisində parazitlik edir. Və balıq vasitəsilə bunlar yayılmış olur. Və baxın, fikir verin bura. Bunun sürfəsi olduğu üçün deməli inkişafı dolayıdır. Amma bunda sürfəsi olmadığı üçün inkişafı düzünədir. Bax, bu hissələrə diqqət eləyəcəksiniz. Kalmarda isə təbii ki, bu da ayrı cinsiyyətlidir. Bunların da sürfə məsələsinə gələndə ki, bəzi 7-ci sinifin ilindən asılı olaraq əvvəllər yazırdılar ki, kalmarın sürfəsi olmur. Sonra yazdılar ki, özünə oxşar sürfəsi olur. Ona görə də mən bunu yazıram. Özünə oxşar sürfəsi olur. Deməli, inkişafı necədir? Dolayıdır. Bu anadont haqqında bir şeydə nəzərinizə çatdırmaq istəyirəm. Anadontanın bədəninin quruluşunda bunlar çanaqlardır, belə deyək, 2 taylı çanaqlardır. Bunlarda 2 sifon olur. Bunun biri giriş sifonudur, biri isə çıxış sifonudur. Neçə sifon oldu? 2 sifon oldu. Bir də bunların, bax, burada 2 dənə bağlayıcı əzələlər var ki, onlar vasitəsilə deməli taylar, yəni çanaqlar bir-birinə bağlanır. Sağ olun.